Sinan müəllim həqiqətən də çox bilgili, axıllı insandır. Mən əminəm ki, onun bu cavabları bizə gələcəkdə kömək edər yəqin ki. Bir insan meşəyə getdikdə qarşısına canavar çıxarsa nə etməlidir? Və mənim bildiyim qədərilə siz əvvəllər, yəni meşə həyatı ilə, ovçuluqla məşğulsunuz da. Bəli. Hətta sizə meşə adamı ləqəbini belə tapmışlar. Bəli, ola belə. Bəli, fikirlərinizi bildirin. Mənim fikirlərim sənə də məsləhət verim bir baba kimi insanlara da. Yəni əgər canavar çıxsa qarşıda heç nə yox, təmkinlə. Bax birinci onun gözünə baxsa, baba o belə. Baxsan gözünə, o belə təmkinlə. Onu qorxutsa. Bu şəl atlı onun quyruğuna. Buna o belə tutsan, şillə vurdun, tutdun, onu belə fırlayırsan, o belə fırladın. Belə atdın, getdi ora. Həqiqi. Getdi ağrı dəyir. O şey öldü, sonra da gəldin. Mənim evimdə bir sənə canavar quyruqları var evimdə. Canavar quyruğu? Hamısını qurutmuşam evin altında, padvalda. Şəhət. Mənim izləyicilərimi də bunu deyirəm, təmkinlə, qorxmayın. Bəli.